2025-ci illə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10% artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə diqqət mərkəzində olacağı deməkdir. Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və Sosial Siyasət, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib. Qanunvericiliyə əsasən gələn ildə pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1.100.000 vətəndaşı əhatə edəcək və 25-ci ildə nominal orta aylıq əmək haqlarındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7% artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən gələn ildən pensiyalar 9,2% artırılacaq deyə deputat bildirib.